Bu günlərim verdiyiniz bir sualı cavablandıracağım. Xüsusən körpə uşağı olan analar bu sualı tez-tez verir. Doktor, uşaqla ya yataqdan ya da hündür bir yerdən yıxılır. Nə edək? Birinci çalışın. Xüsusilə 1 yaş altı körpəsi olan analar daha diqqətli olmalıdırlar. Uşaqlar hündür yerdən nəzarətsiz buraxılmamalıdır ki, yıxılmasın. Əgər uşaq yıxıldı, bəs nə edək? Birincisi, baxmaq lazımdır. Uşağın əgər huşu yerindədirsə, uşağın huşu yerində deyilsə, ürək bulanma, qusması vardırsa, vaxt itirmədən mütləq həkimə müraciət etmək lazımdır. Yox, əgər uşaqda heç bir problem yoxdursa, yenə də 1 həftə, 10 gün müddətində uşağı nəzarətsiz qoymaq olmaz. Bu zaman biz onlara nəzarət edirik. Bu sadaladığım əlamətlər və yaxud da ki, hər hansı başqa bir əlamət yaranarsa, yenə də həkimə müraciət etmək lazımdır. Amma çalışın, körpəmiz varsa daha diqqətli olaq, onları hündür yerlərə çıxmasının qarşısını alaq, hündür yerlərdə nəzarətsiz buraxmayaq.